Ədəbiyyat həyatı obrazlı şəkildə əks elətdirən söz sənətidir. Nədir həyatı obrazlı şəkildə əks elətdirən söz sənəti? Deyək ki, insanların, yazıçı olsun, şair olsun, hisslərini, daxilindəki duyğularını kiməsə çatdırmaq üçün istifadə etdiyi vasitəyə biz söz sənəti deyirik. Deyək ki, bir rəssam daxili dünyasını kiməsə göstərmək üçün fırçasından istifadə eləyir. Musiqiçi pianonun notlarından istifadə eləyir. Ədəbiyyatda olan yazıçı və şairlər də həmin o sözdən istifadə eləyir. Ona görə də biz ədəbiyyata həyatı obrazlarla, hansısa bir obrazların vasitəsilə oxucuya çatdıran söz sənəti olaraq görürük. Ədəbiyyat bu obrazlarla oxucuya çatdırma üsuluna görə iki yerə bölünür. Şifahi və yazılı ədəbiyyat var. Şifahi və yazılı ədəbiyyatın bir-birindən fərqləri var. Şifahi ədəbiyyat nədir? Şifahi ədəbiyyat nəsildən nəsilə şifahi şəkildə, dildən dilə keçərək, heç bir yazılı mənbə olmadan gəlib çatan ədəbiyyatdır. Yazılı ədəbiyyat isə hansısa bir şair, yazıcı müxtəlif dövrlərdə, müxtəlif əsrlərdə həmin o əsəri yazır. Yazılı olaraq da bizim əlimizə kitab halında, vərəq halında və yaxud da ki, yazılı şəkildə gəlib çatan ədəbiyyatdır. Ona görə şifahi ədəbiyyat şifahi şəkildə yaranır, formalaşır. Yazılı ədəbiyyat isə yazılı şəkildə. Bu birinci fərq. Yazılı şəkildə. Şifahi ədəbiyyat dildən dilə keçdiyi üçün dil üslub xüsusiyyətlərini qoruyub saxlaya bilmir. Deyək ki, biz 12-ci əsrdə, 13-cü əsrdə hansısa bir dildə danışırdılarsa və yaxud da ki, o şair hansı dildə danışırdı, insanlar hansı dildə danışırdılarsa, həmin dövrün dil üslub xüsusiyyətlərində idi və gün keçdikcə, günümüzə gəldikcə bu dilin xüsusiyyətlərini özünə götürür. Amma yazılı ədəbiyyat isə dil üslub xüsusiyyətlərini özündə saxlayır. Deyək ki, Nizami Gəncəvi əsərlərini 12-ci əsrdə fars dilində yazıbsa, necə yazıbsa, hansı formada yazıbsa, dövrümüzə o formada gəlir çatır. Və yaxud da ki, digər sənətkarlar, Füzuli, Nəsimi, fərqi yoxdur. Ona görə şifahi ədəbiyyat dil üslub xüsusiyyətlərini saxlamır. Yazılı ədəbiyyat isə saxlayır. Şifahi ədəbiyyat çox variantlıdır. Yəni, birdən çox variant ola bilər. Deyək ki, şifahi ədəbiyyat dastanlar olsun, bayatılar olsun, atalar sözü məsələləri olsun. Dildən dilə keçdiyi üçün müxtəlif variantlarda ola bilər. Dastanların özü olsun. Deyək ki, Koroğlu dastanı, Dədə Qorqud dastanı, müxtəlif boylar var, müxtəlif versiyalar var, Azərbaycan versiyası var, Türk xalqlarının digərlərində olan versiyalar var ki, hər bir versiyada müxtəlif hadisələr, amma eyni obrazların ətrafında baş verə bilir. Bu, onun şifahi olmağına irəli gəlir. Çünki dildən dilə keçdiyi üçün çox variantlıdır. Amma yazılı ədəbiyyat tək variantlıdır. Məhəmməd Füzulinin yazdığı Leyli Məcnun həmin dövrdə necə yazılmışdırsa, o formada gəlib dövrümüzə çatıb. Heç bir dəyişiklik üzərində edilməyib. Amma şifahi xalq ədəbiyyatı dövrdən dövrə keçərək müəyyən dəyişikliklərə uğrayır. Dördüncüsü, şifahi ədəbiyyat daha qədimdir. Çünki yazı olmayan dövrlərdə də şifahi ədəbiyyat mövcud idi. Yazılı ədəbiyyat isə daha müasirdir. Yazı formalaşdıqdan sonra yaranmış ədəbiyyatdır. Bir də şifahi ədəbiyyatda mifologiya, xalqın dünya görüşü, əski dünya görüşü orada özünü çox göstərir, amma yazılı ədəbiyyatda bu daha çox yoxdur. Yazılı ədəbiyyatda isə onun əksinə, yəni daha azdır və ya heç ümumiyyətlə yoxdur. Şifahi və yazılı ədəbiyyatın bir-birindən olan fərqləri budur. İstər şifahi ədəbiyyat olsun, istər yazılı ədəbiyyat olsun. Ədəbiyyat 3 formada yaranır və inkişaf edir. Bunlara aiddir. 3 növə bölünür ədəbiyyat. Lirik növ, epik növ və dramatik növ. Lirik, epik, dramatik. İstər şifahi, istər yazılı.
Hər biri 3 növə bölünür. İndi keçəcəyik lirik növün şifahi xalq ədəbiyyatındakı janrlarına. Lirik növün şifahi xalq ədəbiyyatındakı janrlarına aiddir. Nəğmələr, mahnılar və bayatılar. Nəğmə, mahnı və bayatı 3 janrı var. Bu 3 janr da özünün daxilində müxtəlif janrlara bölünür. Nəğmələr bölünür 5 yerə. Birincisi, əmək nəğmələri. İkincisi, məişət nəğmələri. 3. Mərasim nəğmələri. 4. Mövsüm nəğmələri. 5. Qəhrəmanlıq nəğmələri. Əmək nəğmələri nədir? İnsanların əmək fəaliyyətinə məşğul olan zaman istifadə elədiyi şeir növü, nəğmələrin növünə əmək nəğmələri deyilir. Əmək nəğmələri özü də bölünür 2 yerə. Holavarlar və sayacı sözlər. Holavar və sayacı sözlər. Bunların bir-birindən fərqi nədir? Holavarlar daha çox əkinçilik, maldarlıq, xış, çotan, öküz bu kimi sözlərin istifadə olunduğu və bu tip təsərrüfatda istifadə olunan sözlərdir, şeir növləridir, nəğmə növləridir. Sayacılar isə qoyunçuluqla bağlıdır. Yun, qoyun, süd bu kimi sözlərdən istifadə olunur. Yəni tərkibində holavarların öküz, hansı ki şeirin tərkibində öküz, xış, çotan kimi sözlər görülürsə, bunlar holavara aiddir. Qoyun, yun, süd bu kimi sözlərin istifadə olunduğu şeir növləri isə sayacı sözlərdir. Məsələn, nənəm anarış qoyun, yunu bir qarış qoyun, çoban səndən küçükdür, südü ver, barış qoyun. Yəni burada çobanın qoyuna söylədiyi şeir növündən söhbət gedir. Daha sonra gəlir məişət nəğmələri. Məişət bildiyimiz kimi ev mənasını daha çox işlədirir və evin daxilində istifadə olunan nəğmələrdir. Evin daxilində də istifadə ediləcək nəğmə ancaq uşağa oxunan nəğmələrdir ki, uşağa da biz evin içərisində ya layla deyirik, ya da oxşama. Oxşamaların ikinci adı nazlamalardır. Laylalar uşağı yatızdırarkən istifadə olunan nəğmə növüdür. Layla dedim yatasan, qızıl gülə batasan, qızıl güllər içində şirin yuxu tapasan. Bu bizim uşağı yatızdırarkən istifadə etdiyimiz şeir növüdür ki, bunun xüsusiyyəti uşaq yatarkən oxunur. Oxşama isə uşağı əzizləmək məqsədilə istifadə olunan şeir növüdür. Bunlara nazlamalar da deyilir. Balama qurban inəklər, balam nə vaxt iməklər, balama qurban sərçələr, balam nə vaxt dirçələr. 2 formada, ikili şəkildə olan oxşamalardır, nazlamalardır. Bir də var dördlü şəklində. Atım tutum mən səni, şəkərə qatım mən səni, axşama baban gələndə, qucağına atım mən səni. Bu artıq dördlü şəklində olan oxşamalardır. Yəni həm ikili, həm də dördlü şəklində ola bilir. Bunun xüsusiyyəti isə uşaq oyandıqdan sonra oxunur. Layla yatarkən, oxşamalar isə yuxudan durduqdan sonra istifadə olunur. Daha sonra gəlir mərasim nəğmələri. Mərasim nəğmələri bizim bu günümüzdə də istifadə olunan 2 növ mərasim var. Toy və yas. Toy nəğmələri toyda istifadə olunan şeir növləridir. Yas nəğmələri də ağılardır. Kimsə vəfat edərkən, məclislərdə bu zaman istifadə olunan nəğmələrə deyilir. Mövsüm nəğmələri daha çox təbiətlə bağlıdır ki, köhnə dövrlərdə insanlar inancları var idi, təbiətlə bağlı, yağışın yağması üçün, günəşin çıxması üçün, küləyin əsməsi üçün istifadə etdikləri nəğmələr var ki, bunlara mövsüm nəğməsi deyirdilər. Yaz fəslində daha çox istifadə olunurdu, digər fəsillərdə də istifadə olunurdu. Bunlara aiddir. Qodu və gün çıx. Əsasən proqramda bu ikisini verir. Qəhrəmanlıq nəğmələri isə daha çox Koroğlu, Dədə Qorqud, Qaçaq Nəbi, Qaçaq Kərəmlə bağlı olan
nəğmələrdir. Yəni dastanlarda istifadə olunan nəğmələrə deyilir. Bunlar nəğmələrin növləridir. Nəğmələr heca vəznindədir. Ümumiyyətlə şifahi xalq ədəbiyyatındakı istifadə olunan janrların hamısı heca vəznindədir. Nəğmələr heca vəznindədir. Hər biri dördlü şəklindədir, bəziləri ikili şəklində də ola bilər. 2 və 4lü şəkildə istifadə olunan şeir növləridir və hər biri bayatı formasına uyğun gəlir. İndi keçirik mahnılara. İkinci xüsusiyyət janr o idi ki, biz bayaq yazmışdıq lirik növdə. İkinci xüsusiyyət, daha doğrusu növ mahnılar idi. Mahnılarla nəğmələrin fərqi nədir? Mahnılar xüsusi melodiyası olan, nəqarət hissəsi olan növlərdir. Nəğmələr isə melodiyası yoxdur. Nəğmələr sadəcə ritm vasitəsilə deyilir. Amma mahnıların özünün melodiyası var. Mahnılara aiddir. Əsasən üçünü verir xalq mahnıları. İrəvanda xalq almadı. Apardı sellər saranı. Və Qaragilə. Bunların üçü də xalq mahnısıdır. Xalq mahnısı deməyimizin səbəbi müəllifi məlum deyil. Şifahi ədəbiyyatın müəllifi olmur, yazılı ədəbiyyatın müəllifi olur. Bayaqlar fərqlər deyəndə bunu deməyi unutmuşdum. Xalq mahnıları deyəndə də müəllifsiz ədəbiyyatdır və xalqın içindən çıxdığı üçün biz onlara xalq mahnıları deyirik. Bunların üçü də xalq mahnısıdır. Daha sonra gəlir bayatılar. Bayatılar xüsusi belə deyək də forması var bayatıların. 4 misra 7 hecadan ibarət olur. Məsələn, deyirəm ki, bura bir bayat yazaq. Əzizim, vətən yaxşı. Geyməyə yatan yaxşı. Gəzməyə qürbət ölkə. Ölməyə vətən yaxşı. Bu bayatıdır. Bayatının xüsusiyyəti hər misrasında 7 heca olur. 1, 2, 3, 4, 5, 6, 7. Hər misrası 7 hecadan ibarətdir. 4 misradan ibarət olur. 1, 2, 3, 4. Daha artıq və az misralı bayatı olmur. Qafiyə quruluşu isə A, A, B, A şəklindədir. Nədir qafiyə? Sözün sonunda, misranın sonunda bir-birinə bənzəyən sözlərə biz qafiyə deyirik ki, onu digər mövzuda izah edəcəyik. Ümumi bu şeirin üzərində, bayatın üzərində götürsək, baxın, vətən yaxşı, kətan yaxşı, vətən yaxşı. Bunların üçü də eyni formada səslənən sözlərdir. Bunların eyni formada səslənənləri ailə işarə edirəm. Ailə işarə edirəm. Gəzməyə qürbət ölkə. Bunun oxunuşu, tələffüzü, qafiyəsi digərlərindən fərqlənir deyə bunu da B hərfi ilə işarə edirik. Yəni A, A, B, A şəklində 4 misra 7 hecadan ibarət standart forması olan bir janrdır. Daha çox əzizim, eləmim, mən aşiq, aşiqəm sözləri ilə başlayır bayatılar. Mövzusuna görə də müxtəlif ola bilər. Məhəbbət mövzusunda var, təbiət mövzusunda var, qəhrəmanlıq, ictimai mövzuda yazılan bayatılar özünü göstərir. Bu da bizim şifahi xalq ədəbiyyatının lirik növünün bayatılarıdır.